Kanal Leo. Benim aziz dostum, gel təsəvvür edək. Bir, sesli köylü, kapalı mekana ve bu kapalı mekana daxil olan kenar müxtəlif səs-küylər. Qapalı sesli köylü mekan ve kenardan gelen müxtəlif səs-küylər. Bu havada olan bir bəndə, bəndənin beyni ve beyninde tüğyan eden min bir fikri. Her bir bəndə, her bir yerde, ərazidə, her bir mekanda mevcut olabilir. İster kapalı şəraitdə, ister təbiətin qoynunda açıq-aşkar, ister dağın qoynunda, dərədə, təpədə, çöldə, düzdə, dənizdə, meşədə, gəmidə, qatarda, uçakda, arabada, metroda, zavodda, fabrikada, klinikada, ali məktəbdə, idman zalında, kino zalında, saymakla kurtarmayan bir yerler ve mekanlar. Ne kadardır dostum? Esas bu yerlerde mevcut olan bende, bendenin beyni ve onun düşünce tersi, fikir ve düşünceleri. Niye qayıdaq yuxarıda qeyd etdiyim mekana, qapalı, sesli, köylü mekan ve bu sesli mekana daxil olan kenardan gelen səs-küylər ve burada mevcut olan bəndə. Gəl iki bəndəni götürək dostum. Bir bəndə təsəvvür edək bir filmi izlemek istəyir. Digəri isə fikir mübadiləsi aparmak istəyir. Mauizə söylemek ya da bəda edən fikir ve düşünceleriyle bölüşmek. Sence onların hansı biri daha dikkatli olmalıdır? Gel sual işaresi qoyaq dostum. Mən beynin fəaliyyəti, fikir mübadilələri hakkında danışmak fikrində deyiləm dostum. Beyin hakkında uzun uzadı danışmak olar. Ama ben farklı mevzuda danışmak istəyirəm dostum. Elbette ki bu mevzunun yine söylediğim fikirlerime delalet etməyini de müəyyənləşdirmək olar. Ve fərqinə varmak. Bugün texnika dönemidir. Aydın meseledir. Bunu herkes bilir. İnternet, sosyal şebekeler, süni zeka həddini mi aşıb? Deyərdim ki, yox, cızığından çıxıb. Bəli. Təsəvvür et dostum. Bir ülke ümumiyyətlə internetini kapatır. Ebedi olarak. Ve bunu istemir. Ve buna göre bu memlekette olan bəndələrin neçə faizi bu memleketi terk edebilir? Bu internet, sosyal şebekelere göre. Eğer bu belə olarsa, bu dəhşətdir ve büyük bir abırçılıktır. İnsan zekasının yani ki zeki olmamasıdır. Böyle 1-5-15 dəqiqəlik hər hansı bir messenger'e kapatak. Bir bak dostum, ne kadar insanlar əsəbləşir.
sanki ölüm ayağındadırlar. Deyərdim ki, süni zekada olduğu kimi cızıqlarından çıxırlar, hətta dövlətə qarşı çıxırlar. Bəli, bu hər bir məmləkətdə belə olur. Bugün Rusiyada baş verənlər, bəli, əgər bir messenger, hər hansı bir telekanal, sosial şəbəkələrdə, yəni ki, hər hansı bir kəşfiyyat işi ilə məşğul olursa, və dövlət bu sosial şəbəkənin, bu yəni ki, messenger kanalının bir deyil, bir neçə açarın başqa bir dövlətdə olduğunu bilərsə, bunu edərsə, burada dövləti suçlamağa dəyərmi? Mən bu barədə danışmışam dostum. Və nəyi qeyd etmişdim? Bir bəndənin 1, 5, 15 şəxsiyyət vəsiqəsi mövcuddur və o bundan istifadə edərək pullar qazanır. Nə ilə? Tətbiq etdiyi bir messengerlə. Bəli, hər bir ölkəyə bir açar bağışlayır və bu açar vasitəsilə bir ölkə digər ölkənin sirlərinə nə olur? Sirlərinə qadir olur. Bəli, hər bir dövlətdə baş verənlər başqa bir dövlətə məlum olur. Belə məqamlarda. Bəli. Rusiyada bugün baş verənlər. Bilirsən, nə yadıma düşdü dostum? Mənim bir ITV videom var. Bax, orada nəyi qeyd etmişdim? Yadıma düşür dostum, Zelenskinin Pautina əməliyyatı. Bunu hər kəs qeyd edirdi ki, yəni Ukrayna ərazisindən Rusiyaya, yəni ki, olunan Pautina əməliyyatı, yəni Ukrayna ərazisindən Rusiya ərazisinə. Bu, bir ərazidən digər əraziyə mövcud olan bir əməliyyat olmayıb. Mən bunu qeyd etmişdim öz ITV videomda dostum. Buna Pautina əməliyyatı deyirlər. Yəni bizim dilimizdə hörümçək əməliyyatı. Hörümçək toru. Amma bu Rusiyanın daxilində baş vermişdi. Və mən burada nəyi qeyd etmişdim? Rusiyanın daxilində bu əməliyyatı edənlər olub və onlar yad ellilər olub. Bəli, və bugün Pautina dediyimiz hörümçək balalayıb və bugün Rusiyanın daxilində nələr baş verir? İranda baş verənlər. Bax, o dəfə də buna qeyd etmişdim dostum, yadıma düşdü. Qeyd etmişdim ki, Rusiyanın daxilində, İranda daxildə baş verənlər baş verir. Və dövlət başçısı çalışır ki, dövlətini bu faciələrdən qorusun. Bəli, bugün Zelenskinin bir mesajı da mövcuddur. Bu mesajı qeyd etmədən öncə mən bir qeyd edəcəm, başqa bir qeyd. Ukrayna Rusiya ilə savaşarkən
Amerika bütün dünya dövlətlərini məcbur etdi ki, Ukraynaya pul, para və silah-sursatlar ərmağan etsin, bağışlasın. Bəli, yəni bütün dünya məmləkətləri Ukraynanın arxa dayağı olaraq Rusiyaya hücuma keçdilər. Bunu kim etdi? Əlbəttə ki, Amerika. Bəli, və onun dəstəsi. Və bu səbəbdən də 5 ildir müharibə dayanmır. Məyər Rusiyaya torpaq mı gərəkdir? Durduğu yerdə durub. Sadəcə müharibəni dayandırmırlar. Və o da nişangahı alır. Necə? Əl sallamalıdırmı? Əlini sallamalıdırmı? Dostum. Bax dostum, məsələ bundadır. Demək, Ukraynanın arxa dayağı böyük olub. Amma bugün hansı vəziyyətə keçib bu Zelenski? Nəyi bəyan etdi? Bəyan edir ki, mənə lazım olan bir şeylər İsraildədir, Netanyahu'da. Netanyahu'ya lazım olan bir şeylər məndədir. Bu bir mesaj. İkinci mesajı. İkinci mesajı İranın şəhid dronlarından gedir. Yəni, necə ki İran Rusiyaya kömək edib, İsrail də mənə kömək etməlidir. Bu böyük bir səhv mesajdır, mən deyərdim. Bu müharibənin genişlənməsi demək. Və burada daha nə demək? Dostum, müharibənin böyüməsi demək, daha nə demək? Demək məndən olsun, yazmağı sizdən. Baxın görün, Zelenski nəyə el atıb? Bəli, Amerika demək, arxa dayağı olan bəndələrlə oyuna girib. Məğlubdur. İstər İsrail, istər Amerika İranın qarşısında. Nə olsun ki darmadağın edirsiniz? Hər dəfə bir bəhanələrlə hücuma keçirlər İslam dövlətinə, İrana. Nə vermişsiniz İrana ala bilmirsiniz? Nədir sizin istəyiniz? Mənim əzizlərim, bu çox maraqlıdır. Və bu bir dəhşətdir ki, hər dəfə hər nəysə bəhanə gətirirlər. Gah bu ərazilərdən söhbət gedir, parçalamasından, gah Kürdlərdən, gah silah-sursatlardan, gah atom nüvə başlıqlarından, urandan, neftdən, qazdan. Bunlar nə istəyirlər İrandan? Məyər başqa bir dövlətlər İranın etdiyini etməzdimi? Öz dövlətini qorumazdımı? Qırmızı xətti keçiblər. İranı darmadağın edirlər, bombardman edirlər. Burada kimdir terrorçu? Kimdir terror aktı, əməliyyatı törədənlər? Bax, bugün məhz İran terrorla mücadilə aparır sizinlə. Mən hər zaman demirəmmi? Zelenski, Netanyahu və Donald Trump və Donald Trump'ın açarını arxadan vuranlar bir dəstədirlər. Bəli,
Dünyanın altını üstüne çevirirler. Gına bulaştırırlar bütün dünyanı. Bəli. Yuxarıda süni zekanı qeyd etdim dostum. Bax dostum, bir məsəl gətirəm. Deyirlər ki, Netanyahu süni zekayla Qəzzada filan bəhmən bəndəni vurdu, öldürdü. Birinci bu xəbəri ilə İsrailin özü qeyd edir. Nədən? Deyin bilin. Tək Qəzzadan mı gedir söhbət? Hər bir ərazidə və İranda. Bugün isə əlini Rusiyaya uzadır. Bəli, bunları mən görürəm. Açıq aşkardır. Bəli. Deyin bilin. İlk öncə süni zekanı qeyd edim. Baxın mənim əzizlərəm, istər yaxın ərazidən, istər uzaq məsafədən süni zekayla hər hansı bir hədəfi nişan almaq olar. Hədəfin kimdir? Hansı mekandır? Bax, buranı nişan ala bilərsən. Bu aydın məsələdir. Mənim əzizlərəm, süni zeka aydın məsələdir ki, nişan alan bir avadanlıqdır, cihazdır, silahdır. Bəli, burada insan işi yox. Deyərdim ki, insan əməli də mövcuddur. Bəli, süni zeka və satqın. Hər bir yerdə bu belədir mənim əzizlərim. Hər bir yerdə. Bəli, bir bəndə, baxın, Qəzza bölgəsində, istər İranda, bir bəndəni məhvə gətirmək üçün 100 bəndə məhv olur. Və bunu qeyd edir. Adını çəkir ki, mən filan kəsi öldürdüm. Qanuna qəltan etdim. Bunu ilk öncə satqın edir mənim əzizlərim. Bunu bilin və agah olun. Bunu süni zeka edir. Nişan almaqla, amma işarəni edən satqın bəndədir. Bəli. Satqın bəndə. Bəli. Uzaqdan, yaxın və uzaq məsafədən bu bəndə də görünür. İşarə edir. Bəli. Bircə əli ilə işarə edir. Görünüşü ilə. Və bu an bu məsələ həllini tapır. Bəndələr məhv olur. Bir bəndəyə görə 100 bəndə. Adını da qoyurlar ki, süni zeka ilə filan bəndəni məhv etdilər. Yox, belə deməyin. Süni zeka ilə tətbiq olunan silah sursatlar bu aydın məsələdir. Bana edən satqın bəndədir. Bəli, satqın bəndələr hər bir ərazidə mövcuddur. Hər bir yerdə, hər bir məkanda və bizim məmləkətdə də var. Bəli, aydındırmı? Mən nə demək istəyirəm? Yəni, ötən dəfə də bunu qeyd etdim. Hər nələr olursa olsun, istər icad et, kəşf et, süni zeka ilə tətbiq etdiyin bir şeylər olsun, inşa etdiyin, hər nələr olursa olsun, süni zeka ilə, təbii zeka ilə onu sıradan çıxarmaq olur. Təbii zeka isə bəndəyə məxsusdur, xeyir ya şər. Bəli. Aydındırmı indi sizə Qəzza bölgəsində bir bəndəyə görə yüzlərlə bəndələn məhvi
Bəli, pulla ele alırlar bu satqınları, küllü miqdarda pul parayla. Yerini demək üçün, ünvanını göstərmək üçün və belə məqamlarda da bəndələr nişan alınır və məhvə gətirilir. Aydındırmı? Təbii və zeka və süni zeka. Təbii zeka və süni zeka. Bəli, bugün İranda baş verənləri Rusiyanın daxilində tətbiq etmək istəyirlər. Bu, deyərdim ki, ötən illərdən, yəni ki, yavaş-yavaş, tədricən yoluna qoyulub bugünə kimi. Bugün isə, baxın görün, Rusiyada çıxış edənlər, aksiyaya, nümayişlərə, çağırış edənlərə baxın. Sanki İranda olduğu kimi. Bəli. Allah İraq etsin, İraq, İraq. Bax, dostum, elə bu səbəbdən deyirəm ki, əgər, yəni ki, Amerika'ya lazım olmayan bir bəndələr olsaydı, Netanyahu və Zelenski onları çoxdan sıradan çıxarmışdılar. Bəlkə də başlarına min bir oyun gətirmişdilər. Amma onlar bugün mövcuddur. Çünki onlar Amerika'ya gərəkdir. Amma yəni ki, bu çərxi fələk tərsinə dövran edərsə, demək, onların işləri fırıq olacaq. Bu da aydın məsələdir. Həmçinin də Donald Trump'ın özünün, bəli, Amerikalılara azlıq mı edir? Amerikan əskərlərinin tabutları. Baxın görün, nə gülməlidir. Donald Trump'ın mesajları. Hər bir silahı, sursatı sıradan çıxır. Bazıları sıradan çıxır, əskərlərə məhv edilir. Gəmiləri sıradan çıxır. Bunların hər birinə bir bəhanə uydurur. Sanki bunları İran etməyib. Yenə özlərini qalib çıxarmaq üçün. Bugün öz mekanını örtbasdır edən İsrail, vallahi billahi Qəzza bölgəsinə bənzəyir. Sadəcə onlar 12 günlük savaşda da belə etmişdilər. Və onlara bütün dünya qalib bildi. Nədən? Bir məsəl gətirim dostum. Təsəvvür et. Bir dümdüz yol. Magistral yolda bir qəza baş verir. Maşınlar toqquşurlar. Burada çuxurda əmələ gələ bilər. Yəni ki, yol dirəkləri də sıradan çıxa bilər. Elə deyilmi dostum? Və bunu bərpa etmək üçün anında işə keçirlər. Yağı düzləşdirirlər. Asfaltı yenidən bərpa edirlər. Və həyat davam edir. Maşınlar yenə də bu yolla şütüyürlər. Bax, İsraildə bu raketlərin, dronların dağıtdığı yerləri də bu cür bərpa edirlər. Və bax, bu məqamlarda süni zekadan da istifadə edilir. Bəli, sanki heç nə olmayıb. Bizdə hər şey qaydasındadır. Biz qalib xalqıq. Bəli, qalib xalq. Zirzəmilərdə, sığınacaqlarda. İranın milləti isə haradadır? Küçələrdə, ərazilərdə. Bombardmanıyla
olan ərazilərə göz qabağındadır. Heç nə gizlətmir. Mənə çox maraqlıdır. Nədən Amerikalılar sual vermir? Ey Donald Trump, nədən bu müharibəni başladın? Və ölən əskərlərin valideynləri nədən Donald Trump'a suallarını vermirlər ki, nədən bizim övladlarımız bu İsraillilərə, Yahudilərə görə döyüşüb qanına qəltan olmalıdırlar. Çalışırlar, vuruşurlar ki Donald Trump'ı hakimiyyətdə saxlasınlar. Bu baş tutmayacaq və alınmayacaq. Bəli, çünki İranın öz sövdələşməsi mövcuddur. Bəli, təzminat ödəməlidirlər. Bütün ölkəni viran qoyublar, bəndələrini məhv ediblər, dini lideri məhvə gətiriblər. Ekologiyaya böyük ziyan vurublar. Ekologiyadan danışan Donald Trump, nədən bu dünyanı zəhərləyirsən? Səmada uçan quşlar, dənizdə mövcud olan canlılar, heyvanlar və torpaqda, yerdə, məkanlarda yaşayan bəndələri və bütün canlıları məhvə niyə gətirirsən? Nədir sənin istəyin? Nədir sənin arzu diləyin? Nədən dünya məmləkətləri ağzına su alıb ötürüb? Hər biriniz danışın, çünki bugün sussanız, sizin də başınıza bunu gətirə bilərlər. Onlar hegemonluq edirlər, sizi qorxudurlar. Siz qorxmayın, bir olun. Güclü olun. Baxın, İran necə məğrur dayanıb, qürurlu xalqdır. Və mən uğurlar arzu edirəm İran xalqına. Bu cürdə sükanı saxla, ey İran, böyük İran, qədim İran, məğrur, qürurlu İran. Heç nədən qorxma. Sən qorxmazsan. Və bugün sənin yanında arxa dayaq olan dövlətlər, bəlkəm də 1, 2, 3 var. Amma Böyük Amerika, İsrail və onlara dəstək olan dövlətlər xəbərləri yoxdur ki, bu müharibə nədən gedir? Nədən İrana hücum ediblər? Nədən İran xalqına terrorçu deyirlər? Terror hücumlarını keçirənlər, terrorçuluqla məşğul olanlar, məyər sizin hərəkətiniz terrorçuluq deyilmi? Nədən pis əməlli, pis niyyətlisiniz? Mənim heç bir xalqla işim yoxdur. Amerikalı kimdir? Bütün dünya məmləkətlərinin, bəndələrinin birləşməsi. Böyük Amerika. Ey Amerikalılar! Donald Trump'ı bəlkəm siz başa salasınız. Əməllərindən əl çəksin. O axı danışığını da artıq bilmir. Onu məcburən buna vadar edirlər. Hakimiyyətdə qalsın ki, başa
öz istədikləri bəndələri gətirə bilsinlər. Donald Trump olmasa belə öz seçdikləri Donald Trump'ın arxa dayağını gətirsinlər. Buna isə yol vermək olmaz. Bəli, bu da uçuruma gətirəcək. Bu da əskərlərin, Amerikalı əskərlərin yenə də İsrailə görə ölməsinə gətirib çıxaracaq. Görəsən, Mr. X nə düşünüb daşınır? Bəs İlan nə icad edib, nə kəşf edib? Hər dəfə onlar da yadıma düşür. Çünki onlar da Amerikalılardır. Onlar çox gözəl bəndələrdir. Və belə bəndələr nə qədərdir Amerikada? Amerika böyük dövlətdir və burada müxtəlif xalqların nümayəndələri yaşayır. Və bugün burada baş verənlər, Amerikanın daxilində müharibələr gedir, ştatlar arası müharibələr, terror aktları, nələr baş vermir ki bu Amerikada? Bu baş verənlərə də bəlkə adlar düşünüb daşınasan. Necə ki, İranın sıradan çıxardığı hərbi bazaların, gəmilərin, uçaqların, nə gözəl adlar düşünüb daşınırsan, bəlkə daxilində olan savaşlara da bir adlar uydurasan. Axı sənin də xalqın çörək istəyir. Acdır, yaxşı yaşamaq istəyir. Nədən bunu öz xalqına da və digər dövlətlərə də yaşatmırsan? Çörək vermirsən? Nədən? Şeytani xislətinizdən əl çəkmirsiniz? Nədən Allah'ı tanımırsınız? Allah böyükdür və Allah bizimlədir. Allah İran xalqıyladır. Bütün qonşu ölkələrlədir. Bizim etrafımızda yaşayan bütün ölkələr Allah'ını tanıyır. Dinine xitab olarak. Dinine de hürmet edir. Allah'ını da tanıyır. Bəli. Bugün ərazilərdən qovulursunuz. Bu belə də olmalıydı. Bütün Ərəb ölkələri azad olmalıdır. Azad yaşamalıdır. Öz orduları olmalıdır. Və heç zamanda heç kimdən qorxmamalıdırlar. Siz hər biriniz azad olmalısınız ey Ərəb ölkələri. Necə ki İran. Siz bugün İran'a destek olun. O sizi şeytani xislətli bəndələrdən xilas etdi və edir. Bundan sonra azad yaşayarsınız. Tikib yaratarsınız. Digər ölkələrlə müttəfiq olarsınız. Qonşu olarsınız. Tərəfdaşlıq edərsiniz. Və böyük pullar qazanarsınız. Çünki sizin pullarınız, paralarınız, hətta məmləkətiniz də onlara məxsus idi. Bəli. Dövlət başçılarını isə sanki oyuncaq bilirdilər. Kukla. Mənim seçdiyim dövlət başçısıdırsa, demək mənimdir. Mənim qulum olmalıdır.
Bəndələr də mənim əskərlərimin ayaqqabılarını silməyə layiqdirlər. Onlar axı bunu belə görürlər, belə düşünürdülər. Bəli, və bu köləlikdən sizi qurtardı İran. Bir də bu yola qayıtmayın, azad olun və azad yaşayın. Necə göz yumursunuz? Liviyada, Suriyada, Yəməndə baş verənlərə. Baxın görün, savaşı dayandırır mı? Bu bir xəstə təxəyyürüdür. Bana dünya dövlətləri görmürmü? Məyər Amerika İsraili dayandıra bilməzdimi? Əlbəttə ki, bilərdi, əgər dövlətin başında dövləti sevən, yəni ki, başqa bir dövlət başçısı olsaydı, həmən İsraili yerində otuzdurardı. Və burada mövcud olan dövlətlərin qırmızı xəttini ona göstərərdi. Oturduğun yerdə və öz qırmızı xəttini tanı. Bugünsə nələr baş verir? Və buna göz yuman dövlətlər, xarici Avropa dövlətləri, NATO birliyində olan dövlətlər nə düşünüb daşınırlar onlar? Məyər bu yaxşı bir əməldirmi? Ey Avropa dövlətləri, nədən səsinizi çıxarmırsınız, ey NATO dövlətləri? Ey Latin Amerikası, bütün dünya məmləkətləri, nədən İsrailin etdiklərinə göz yumursunuz? Nədən o qırmızı xətləri tanımır? Nədən? Öz dövlətini tanımır, öz qırmızı xəttini itirib artıq və itirəcək. Baxın görün, artıq Rusiyaya əl uzadır. Bəli, mənim əzizlərim, məyər siz görmürsünüzmü? Bəli, bunu artıq mesaj kimi Zelenski ötürdü. Və artıq bütün gördüklərimiz və bildiklərimiz bunu göstərir. Diqqətlə baxın baş verənlərə. Bəli. Bəli, mənim əzizlərim. Burada bəzi bir şeylər də var. Əfsuslar olsun ki, onlara mən qeyd edə bilmərəm. Bunlar da Rusiyaya aiddir. Bunlara mənə demək qəti qadağandır. Çox qorxuludur. Deyə bilmərəm. Mən hər gün dua edirəm ki, müharibələr bitsin. Nə olsun ki, mənim dövlətimdə deyil. Amma qorxulu bir şəraitdə yaşayırıq axı. Bəli. Qonşu ərazilərdə müharibələr gedir. Bu axı dəhşətdir. Müharibələr uzandıqca düşünüb daşınmalıyam ki, mən Allaha dua etməyim. Nə fərqi var ki? Dualarım qəbul olunmur. Allah Teala məni eşitmir. Müharibələr əksinə artır. Yox, mənim əzizlərim. Mən əksinə biraz da çox dua edirəm. Artıqlamasıyla. Hər gün dua edirəm ki, müharibələr bitsin.
və İran qalib gəlsin. Necə ki, bugün mən onu qalib görürəm. Bəli, bugün İsraildə, Amerikada məğlub olub İranın qarşısında. Bəli, İran sinə gərərək bu böyük dövlətlərə qarşı çıxıb. Öz qüruruyla, milləti ilə onların qarşılarındadır. Qorxmurlar. Sığınacaqlara da girmirlər. Çünki bu millət özünü siçovul bilmir. Şir, aslan bilir. Canavar bilir. Böyük canavar ol. Və canavar kimi də hücumunu davam et, ey İran. Qoyma qırmızı xəttini keçsinlər. Necə ki, səni darmadağın edirlər, bəndələrini məhvə gətirirlər. Sən də onların etdiklərini onlara edirsən. Və bunu hər bir ölkə görməlidir ki, bunların hər biri cavab arayışıdır. Məyər siz bunu etməzdinizmi? Heç bilmirlər, nəyin savaşını etsinlər bu İranla. Yenə də qeyd edirəm, gah ərazidən danışdılar, gah Kürdlərdən, gah atom nüvə başlıqlarından, gah uzun mənzilli başlıqlardan, raketlərdən, silahlardan, gah neftdən, qazdan, gah liderdən. Axı, kimin ixtiyarındadır başqa bir dövlətin başçısını məhvə gətirsin? Nədən buna görə danışan dövlətlər yoxdur? Nədən dil boğaza qoymadan boşboğazlıq edirlər? Amma bu həqiqətləri gündəmə gətirənlər yoxdur. Ey Avropa dövlətləri, siz də danışan. Ey NATO birliyində olan dövlətlər, söhbət axı ümumiyyətlə dinlə də bağlı deyil. Bəli, sadəcə mən həmişə qeyd etdiyim kimi dini siyasətə qatıblar. Məyər Amerikanın və ya İsrailin daxilində müsəlmanlar yaşamırmı? Əlbəttə ki, yaşayırlar. Bəli, bir ailədə nə qədər mənşək var və bu səbəbdən də ağıllı bəndələr düşünüb daşınar ki, sadəcə dini siyasətə qatıblar və bu cür şeytani xislətli əməllərlə tüm dünyanı qanlı qəltan ediblər. Bu belə olmamalıdır. Bütün dünya məmləkətləri, dövlət başçıları səsini çıxarmalıdır və buna dünya dövlətləri son qoymalıdır. İranı suçlu yox, İrana hücum edənləri suçlu bilmək lazımdır. Bilmədikləri bir şeyə dəstək verən boşboğazlar, başıboşlar. Mən də belə deyəcəm. Bəli, kim ki Amerikaya, İsrailə vəziyyətdən hali olmadan dəstək verirsə, demək, beyni yoxdur. Ümumiyyətlə səfehdir. Hətta dövlət başçısı olsa belə. Hər bir dövlət öz qırmızı xəttini tanıyır və başqa dövlətlər də bunu bilməlidir.
bir dövlət başqa bir dövlətin qırmızı xəttini tanıdığı kimi, bu dövlət də başqa bir dövlətin qırmızı xəttini tanımalıdır. Əgər bu qırmızı xətt keçərsə, demək, sənin də dövlətin yerli yeksan olacaq. Qırmızı xəttin pozulacaq. Bugün sən atom nüvə başlığından danışırsan. Amma artıq Amerikaya yetə bilən raketlər də gündəmə gələcək, mövcud olacaq. Nədən? Atom nüvə başlıqlarınız varsa, demək, başqa bir dövlətləri yerlə yeksan etməlisiniz. Bunu Allah götürməz və götürməyəcək. Ey uca Allahım, əgər İsrailin və Amerikanın İrana və ya Rusiyaya nüvə başlıqları, atom bombaları atmaq fikirləri mövcuddursa, onların məmləkətini başlarına uçur. Qoy öz milləti onların dərsini versin. Qoy öz millətləri qalxaraq ayağa. Zelenskinin, Donald Trump'ın və Netanyahunun dərsini versin. Onlar özlərini qalib kimi göstərir məmləkətlərində. Amma tüm dünya isə qorxaraq haqqı danışmır, bəyan etmir. Nədən? Bu sosial şəbəkələri həqiqətlərlə çalxalamırsınız. Bütün dünyaya göstərmirsiniz, olanlara göstərmirsiniz. Baş verənləri, həqiqətləri nədən göstərmirsiniz? İsrailin bütün ərəb ölkələri ilə etdiyi savaşlara, bütün teleməkanlara, bütün sosial şəbəkələri gətirən onlara, bütün dünyaya göstərin və bütün dünya məmləkətləri və onların başçıları da bunları görsünlər. Çünki özlərini sanki bu vəziyyətdən hali olmayan, xəbəri olmayan bəndə kimi gündəmə gətirirlər və Amerikanı və İsraili haqq qazandıraraq gündəmə gətirirlər. Sanki bu belə də olmalıydı. İran darmadağın olmalıdır. Və Rusiya-Ukrayna arasında da sövdələşmə olmamalıdır. Həqiqətləri danışın. Bütün dünya məmləkətləri, bütün gizli olan videoları ərsəyə gətirin. Bütün dünyanı çalxalayın bu videolarla. Mən bilirəm, sizin hər birinizdə bunlar mövcuddur. Qoy Amerikanın bəndələri də bunu görsünlər. Bu Amerikalı əskərləri nədən savaşa gedirlər? Göstərin onlara. Göstərin nədən savaş edirlər İranla. Axı İranın Amerika ilə, İsraillə nə işi var idi? Məyər İran bombardman edə bilərdimi Amerikanı öncədən, yaxud İsraili? Bunu heç zaman etməzdi və etməyəcəkdi. Bugün özlərini müdafiə etmək üçün gülünc, iğrenc mesajlar gündəmə gətirirlər. Bütün dünyanı aldatmaq üçün. Bəli, bu iblis siyasətidir. Buna yol verməyin ey dünya məmləkətləri. Ey dünya məmləkətlərinin millətləri, dinindən asılı olmayaraq. Hər biriniz danışın. Göstərin baş verənləri, həqiqətləri və bugün Ukraynanın müharibəni
qısırmaq istəməyini. Bağışlayın, dilim topuq vurur mənim əzlərim. Elə, bax, bədayətən danışaraq, mənim əzlərim, mən nə qədər səslər eşidirəm kənardan, qonşudan gələn, küçədən gələn səslər, təyyarələrin və evdə mövcud olan iki pişiyimin. Amma mən yenə də danışıram, mənim əzlərim. Allah eşqinə danışıram. Məni eşidin. Bütün Amerika xalqı bilməlidir ki, nədən Amerika İsrailə görə İranın üzərinə hücuma keçib, məyər İran İsraillə savaşdaydı mı? Yox. O da bitmişdi. Demək, İsrailin arzu diləyidir. Hər zaman, istədiyi zaman İrana hücuma keçməlidir. Hər bir vəclə, hər nələrsə gündəmə gətirməlidir. Bu beləmi olmalıdır? Və bu bitməyəcək o vaxta kimi. Nə vaxt İranın, yəni ki istədiyi sövdələşməyə getsinlər. Donald Trump o vaxt hakimiyyətdə qala bilər ki, İranın sövdələşməsinə getsin, bir daha hücuma keçməsin. Bəli, qırmızı xətti keçməsinlər. Və İranın bəzi istəkləri, arzuları və diləkləri, onları sadalamaq istəmirəm. Bunu onlar yaxşı bilirlər. Bu olarsa, Donald Trump bəlkəm də hakimiyyətdə qala bilər, bir müddət, seçkilərə kimi. Amma yenə də o seçkilərdə seçilməyəcək. İstər sağa, sola, fərqi yoxdur. Özünü müharibələrlə ora-bura vuran İsrail sənin filinə getməyəcək Amerika. Amerikanın öz seçimi olacaq. Öz seçdiyi dövlət başçısı, hansı ki bütün dünya dövlətləri ilə saziş imzalayacaq, dost olacaq, düşmən kəsilməyəcək. Bugünə kimi sən bütün ölkələri Amerika ilə düşmən kəsmisən. Bundan sonra olmayacaq yəqin ki. İnşallah, inşallah, Allah'ın köməkliyi ilə. Bəli, güya ki bunlar ağıllıdılar. Süni zəka ilə bəndələri aradan götürürlər. Yox, yox mənim əziz dostum, mənim əzizlərim, bu belə deyil. Bu satqın əməlidir. Bəli, pullar, paralar əldə edilən satqınlar. Bizim məmləkətdə də belə satqınlar mövcuddur. Və mühacirətdə olanlar. Bəli, pulla danışanlar. Fikirləşməyin. Bizim məmləkətdə satqın mövcud deyil. Var. Var bizim məmləkətdə də satqın nə qədərdir. Bəli. Pul paraya satqın öz anasını, bacısını da satar. Baxın mənim əzizlərim, bizim telemekanlara, siyasi verilişlərə dayanın. Yenə əyləncəli sosial proqramlardan danışmışıq. Güya ki, bir-iki veriliş bağlamaqla iş bitdi. Rəhbər dəyişikliyi olmalıdır və ümumiyyətlə yerli dəyişiklik
məkan dəyişməlidir. Bəli. Bu belə olmalıdır. Siyasi verilişlər. Baxın görün, süni zeka nə qədər insanların beynini dondurub, düşünüb daşına bilmirlər. Mənim əzizlərəm, təsəvvür edin. Qadın deməyəcəm, yığıb doldurublar arvadları, belə deyəcəm. Telemekanlara, siyasi verilişləri aparmaq üçün. Diqqət etsin hər kəs. Və əlbəttə ki, telemekanların rəhbərləri. Baxın görün, bu siyasi verilişləriniz hansı vəziyyətdədir və kimlər aparır bu verilişləri? Sosial, əyləncəli proqramlardan hər kəs danışır. Gəlin bu siyasi verilişlərdən də danışaq və onları aparan aparıcılardan, onların dialektindən, danışıq tərzindən və siyasətdən uzaq olmalarından danışaq. Ümumiyyətlə, əcnəbi dildə danışırlar. Bu aydın məsələdir. Demək ki, köhnə amam, köhnə tas. Qaldı proqramlar. 1-5-15 veriliş. Hər biri eyni səpkidə, eyni üslubda. Sadəcə qadınlar dəyişilib. Hər verilişdə. Məyər bizim kişilərimiz yoxdurmu? Veriliş aparsın. Məyər bizim qadın politoloqlarımız yoxdurmu? Siyasi verilişlərimizi aparsınlar. Və doğrudan da gözəl siyasətçiləri dəvət etsinlər bu proqramlara. Mən görürəm. Politoloqlar var, qadın politoloqlar. Kişi politoloqlar. Sırf siyasi verilişləri apara bilərlər. Və gözəl təhlillər edə bilərlər. Və gözəl qonaqlar dəvət edə bilərlər. Elə vaxt olur ki, elə qonaq dəvət edirlər mənim əzizlərəm. Güya aparıcı sual verir. Demək, veriliş uzunu danışır. Bir cümləni 1-5-15 dəqiqə danışır. Nə var ki, orada görkənsin. Telemekanda görüntü versinlər ki, bu telemekanda görünür. Tüm millət bunu görəcək. Sanki bunun üçün gəlirlər. Bəli. Demək, bir müddət danışır. Qonağını dəvət edir və yenidən təkrar edir. Axırda sual işarəsi qoyur. Güya ki, bu sual verdi. Bu biabırçılıqdır. Bu dəhşətdir. Bəli. Və qonaq elə vaxt olur ki, vəziyyətdən hali deyil. Başqa səpkidə danışır. Tamamilə fərqli. Bəs nə düzəlib bu telemekanlarda? Bağışlayın mənim əzizlərim, körüxürəm. Arada çaşıram, dilim topuq vurur. Üzürlü hesab edin. Mən ki monitordan oxumuram. Birbaşa danışıram. Bəli. Bu bədbəxtlər monitor qarşısındadırlar. Monitordan oxuyurlar. Və əcnəbi dildə. Bəli. Dəhşətdir bu. Və qonaqlar da həmçinin.
Mən bilmirəm. Onlar jurnalistdirlərmi, müxbirdirlərmi? Bu telemekanlara yeni ki zəbt olunan bəndələr. Məyər bizim siyasətçilərimiz mi yoxdur? Müharibədə təhlil olar. Sadəcə bu vurdu, o yıxıldı. O yıxıldı, bu vurdu. Burada tərəfkeşlik olmamalıdır. Burada qohumçuluq olmamalıdır. Burada dostluq olmamalıdır, yoldaşlıq olmamalıdır. Burada təhlil olmalıdır. Bunu mən dəfələrlə demişəm. Bizim telemekanlara, siyasi verilişlərə aparmaq üçün siyasi politoloqlarımız da mövcuddur. Siyasi şərhçilərimiz də mövcuddur. Gözəl qadın politoloqlarımız var. Onlardan yaxşı aparıcılıq da bacarığı yəni ki görmək olar. Bəli, kişi və qadın politoloqlar və siyasi şərhçilər, siyasətçilər dəvət etmək. Bütün məmləkət bu müharibələrdən hər nələrsə anlamalıdır. Bəli, təhlillər olmalıdır, anlayışlar, analizələr olmalıdır. Və bütün məmləkətdə olan bəndələr bu verilişlərə də maraqla baxmalıdır. Çünki maraqlı təhlillər olmalıdır. Bu biabırçılıqdır axı. Mən ötən illərdən bəri danışıram. Amma nə fərqi var? Bəli. Köhnə amam, köhnə taz. Nə deyim bu telemekanlar haqqında? Əgər şou verilişlərindən hər nələrsə gündəmə gətirmək istəyirsinizsə, necə gözəl şoumenlər olub bizim məmləkətimizdə. Bəli, şou verilişlərini məharətlə aparan yeni aparıcılarımız olub. Nədən biz ötən illərdə olan verilişlərə bugünkü gündəmə gətirməyək? Səliqəli, səhmanlı, abırlı, erkanlı, uşaq verilişləri, cizgi filmləri. La vacib deyil ki, sən xəbərlər proqramında müharibəni təhlil edəsən, izah edəsən. Yox, bu xəbərlər proqramıdır. Bu xəbərlər proqramında bütün məmləkətdə baş verənlərdən danışmalısan və dünyada baş verənləri qısa, yəni ki, yığcam şəkildə bəyan etməlisən. Çünki, axı, siyasi verilişlərimiz də mövcuddur. Bax, bunları onlar edəcək. Sənsə xəbərləri geniş və əhatəli et. Dünyadan xəbərləri gətir. İnsanlara əyləncə yox, bütün dünya. Yəni ki, xəbərləri maraqlandırsan və dünyada baş verənləri gördükdə öz məmləkətinə şükr etsin. Aydındırmı? Mən nə demək istəyirəm? Bəli. Düşünüb daşınırsınız ki, bizim məmləkətin səmasında nədən dronlar pərvaz edir? Bu belə də olmalıdır. Çünki qonşu ölkələrdə müharibələr gedir. Amma mənim əzizlərim, bu tək bugün belə deyil. Bizim Müdafiə Nazirliyimiz hər zaman bu dronları işə salıb. Sadəcə bir xəbər olanlarınız olub. Çünki bizim məmləkətimizin ərazilərində
qorunulası yerlər çoxdur. Məsələn, hərbi zavodlar və hərbi hissələr və digər vacib yerlər. Bəli, bu tək bugün deyil. Mən onları hər zaman eşitmişəm və bugün də eşidirəm. Və bugün bu xəbərlər haqqında danışmağımın səbəbi də elə budur. Bəli, heç bir qonşu dövlətlə biz düşmən olmamalıyıq. Həmçinin də Ermənistanla. Hər bir dövlətdə alma qurdu mövcuddur. Bəli, həşərat. Və hər bir dövlət bu həşəratla mübarizə aparmalıdır ki, dedikodular, söz-söhbətlər, millətçilik olmasın. Bəli. Başqa bir dövlətləri qınamayın. Çünki əgər bu dövlətlərdə söz-söhbət varsa, çünki bu dövlətlərdə müharibələr gedir. Bəli. Nə olardı ki, bu müharibələr bitərdi? Nə olardı ki, Amerikalıların hər biri İsrailə qarşı çıxardı? Deyərdi ki, ey İsrail, öz qırmızı xəttini tanı. Sivil ol qonşu dövlətlərlə. Nədən öz millətini pərən-pərən salırsan? Bu da bəlli məsələdir ki, mən ötən dəfə də qeyd etdim ki, bəli, Rusiya Ukrayna ilə deyil, Amerika ilə savaşır. Ukrayna isə yeni bir İsrailə çevrilməlidir. Bəli, İsraildən qaçaraq yığışacaqlar hara? Ukraynaya. Bu barədə də az danışmamışam. Bax, budur İsrailin fikri, düşüncəsi və bu barədə mən dəfələrlə danışmışam. Qeydlər etmişəm. Bugün İsrail dövləti haqqında və onun əməlləri haqqında danışanlar çoxdur. Həddindən artıq çox. Və amma İran, İsrail, Amerika müharibəsi haqqında anlayışlı danışanlar çox azdır. Və mən bu səbəbdən deyirəm ki, ey dünya məmləkətləri, bütün gördüklərinizi işıqlandıran sosial şəbəkələrdə. Qoy Amerika xalqı görsün. Görsün ki, əskərləri nədən ölürlər? Sakit, yerində təcridlə, sanksiyalarla. Yəni ki, sakit qalan, heç kimlə işi olmayan, Allah'ı tanıyan bir İslam dövlətinə hücuma keçiblər. Nədən? Mən neft istəyirəm, qaz istəyirəm, liderini öldürmək istəyirəm. Mən dövlətini parçalamaq istəyirəm. Mən yeni dövlət qurmaq istəyirəm, Kürd dövləti. Kürdistan. Baxın görün, hansı bir dövlətin başına bunları gətirsələr sakit qala bilər. Savaşmaya bilər, ey Amerikalılar. Başqa bir dövlətləri götürək və İsrailin Amerikanın hücumuna və burada nələr baş verə bilər? Ötən dəfə də mən qeyd etdim.
Bugün də mən təkrarən elə Fransanı məsəl gətirəcəm. Nədən? Çünki dil boğaza qoymur. Bilmir məsələ nə yerdədir. Dəstək verir. Danışmır. Qoy danışsın. Qoy İsrail Amerika gəlsin, səni paramparça etsin. Görək onda nə edəcəksən? Bəlkə atom bombasıyla İsrailə hücuma keçəcəksən. Bax, bunu düşün daşın. Ona görə bütün dövlətlər İranın yanında olmalıdır bugün. İrana dəstək verməlidir. Və İranı bu müharibədə qalib görməlidir. Çünki baxın görən o kiminlə savaşır. Bəli. Baxın görün, bugün müharibələri sabitləmək, yəni ki dönəmində, müharibələri dayandırmaq dönəmində, hoppa, Zelenski gündəmə gəldi mesajlarıyla. Müharibəni biraz da genişləndirək. Kimin əli ilə? İsrailin əli ilə. Başa düşdünüz də, mənim əzlərəm. Onun istəyi nədir? Deməyi məndən olsun, yazmağı sizdən. Hə dostum, belə işlər. Mən Allah'tan təvəqqə edirəm ki, İran qalib gəlsin. Necə ki hər zaman Allah'ım sənin yaratdığın Bani Adəm şeytana və şeytan xislətli bəndələrə qalib gəlib.